hesab makinamı göstərəcəm. Bu mənim hesab makinamdır. İndi bunu çox zor bir şey əldə etdim. Bunu neçə nəfərlə düzəltdik, elədik. Çox çətin bir şey oldu. İndi hesab makinamla 56-nı vurdum 65-ə, cavab elədi 11590. Sizə düzdür, telefonunuzda eləyin görüm, yorumlara yazarsınız. Düzdür. İndi hesab makinanın arxasının zadını, hər şeyini göstərəcəm. Çox çətin belə düzəldilir. Bunu bir də şey eləmişdi, Alperi belə bir şey YouTube kanalı var idi. O düzəltmişdi. Ondan baxıb düzəltdim mən də. Elə belə bir şeydir. Baxın, arxası da çox bunlarla şeydir. Telefon biraz donur, hər nəsə. Çox böyük bir şey var buralarda. Baxın, baxın, baxın. Yəni belə hesab maşinası eləmək asan iş deyil də. Yəni çətin bir şeydir. Amma çox belə xeylidir. İstəsəniz mən kalkulyatorumu siləcəm. Bununla işim olacaq mənim ta. Kalkulyatoru siləcəm öz telefonumdan. Böyle qəşəngdir. 2 dəqiqəyə girirsən, fat. Yazın qutardı. Görürsünüz. İndi mən bunu silim birinci. Açdım, bloğu qırdım. Hər nəysə, heç nə olmaz. Bir də düzəldərik sonra. Bunları silək. Bu düymələrdə də bəzi düymələr var ki, çox pis qırdım. Hər nəysə, heç nə olmaz. Baxaq görüm işləyirmi hələ. Hamısını sildim. İndi birinci bura gəlirik. Bax, bunu qaldırırıq yuxarıya. İşıq yuxarıya olanda buradan istədiyimiz rəqəmi yazırıq. Mən yazıram 58 yazıram. 58 qəşəkdir. Hər nəysə 58 yazırıq. Ondan sonra gəlirik bura. Şaltərə basırıq bir dənə. Ondan sonra keçirik buradan 85 yazaq. 5 yazaq. 5. Hər nəysə 85-imizi də yazdıq. Ondan sonra buraya gəlirik. Ya bax burada bu üstə gəlmə, bu çıxmadı. Bunu bilmirəm. Bunu da aşağıdakı bilmirəm bunu. Baxın, bunu bilmirəm. Bu bölmədir, bu da vurma. Mən vurmağın indi eləyim bir dənə. Cavab görək nə gələcək. Vurma indi bura gəlir. Burada hesablamalar başlayır. Belə hesablanır. Hələ bu qoy hesaplansın. Hesablanandan sonra kaydı açaram.